Kanalıma xoş gəlmisiniz qızlar. Bugün bir tədbirə dəvətliyik və indi hal-hazırda mən ora gedirəm. Mən qızlar gəldim, düşdüm. Belə bir yerdir. Yaşıllıqda hər tərəf. Yəni burada bu yol gedənə qədər yəqin ki zaqar alacağam. Çünki mən tez, yəni günəşi götürən bir insanım. İndi gedim görüm giriş hansı tərəfdəndirsə, içəri keçim. Bu arada geyimim belə görünürdü. Bir yana bu çantanı inanırsınız tapa bildim uyğun olaraq. Və belə tədbirlərdə bir-iki dəfə iştirak edəndən sonra adam başa düşür ki, əslində nə tağacaq çantası var, nə geyinəcək paltarı var. Ona görə də yaxşı gedib şey eləmək lazımdır. Sırf bu tədbirlər üçün alış-veriş eləmək lazımdır. Amma düşünürəm ki, bugünkü lookum pis olmuyor. Hər kəsi gətirdilər, belə bir yerdə əyləşdirdilər. Mənzərəmiz isə bu formadadır və hər kəs belə əyləşib, amma deyilənə görə içəridə olacaq, ona görə də girməmişik. Gəlin sizə burada olan standı göstərim. Çox qəşəng belə stand hazırlayıblar. Bu fırçadan məndə var, yəqin ki görmüsünüz, neçə dəfə sizə göstərmişəm. Və ən sevdiyim bronzlaşdırıcı isə mənim budur. Çox bəyənirəm. Və burada da bədən mistləri var. Mənim istifadə elədiyim növü görün burada varmı? Yox. Burada yoxdur mənim istifadə elədiyim növü. Bu arada bu gezgidə əyri göstərir, baxın. Geçən göstərmiş. Deyib. İndi bu tərəfdə görürəm ki, belə bir stand var. Orada şəkil çəkdirmək olar və burada da bronzlaşdırıcı bu yağın belə stand var. Çox qəşəng ediblər bunu. Baxın belə. Görün necə maraqlı görünür. Tədbirə hər kəs ya rəfiqəsi ilə ya da reels maker ilə gəlmişdi deyə hər kəs belə çox rahat şəkillər çəkdirdi. Mən də belə kənardan qoyub özüm üçün biraz kadrlar alındırmağa çalışdım. Ümid edirəm ki, olmuşdu. Burada gün elə vururdu ki, heç ekranı mən görmürdüm. Getdikcə insanlar da artır burada. Hətta tanıdığım bir neçə bloger də var. Amma hələ ki tədbir başlamayıb. Burada yeni məhsul gördüm. Hansı ki bunlar həm dodaq, həm yanağa istifadə edə biləcəyimiz stiklər idi. Saat 5'e kimi devam edecek. 5'ten 6'ya kimi bizde break olacak. Yeniden bu zonaya yakınlaşacağız. Sizi içkiler, yemekler, eğlence gözlüyor. Bir saatlik break'ten sonra yeniden devam edeceğiz. İndi isə hamını orada olan şəri yerə göndərirlər. Təqdimatda bilməm, qulaqsız yoxsa yox, bildirdilər ki, əvvəlcə 5-ə qədər Eda Taşpınarın təqdimatı olacaq, yəqin ki məhsullarını tanıdacaq. 5-dən 6-ya qədər isə kokteyl olacaq, ondan sonra yenə oyunlar və s. belə davam edəcək. İndi gedirik hər halda Eda Taşpınarın təqdimatının qulaq asmağa. Burada o qədər xoşuma gəldi ki, çox gözəldir həqiqətən, amma biraz istidir, yaxşı ki axşam üstünə eləyiblər hələ. İçəri isə belə görünür. Qeyd etmək istərdim ki, Adalayla öncə Eda Taşpınar brendinin tək rəsmi və ekskluziv nümayəndəsidir. Bizim Eda Taşpınar markası ilə olan əməkdaşlığımız 2025-ci ilə dayanır və inşallah daha da uğurlu illərə uzanacaqdır. İnanırıq ki, qarşındakı illərdə də birlikdə daha böyük nailiyyətlər əldə edəcəyik. Bir qədər sonra Eda xanım şəxsən özü, brendin yaranma hekayəsi, məhsulun xüsusiyyətləri və istifadə üstünlükləri haqqında tam ətraflı sizə məlumat verəcəkdir. Açık mı diyordum? Merhaba, hoş geldiniz. Çalıştım ama arada böyle gidiyor, kusura bakmayın. Hoş geldiniz, ne kadar güzel vaktinizi ayırdınız. Bugün burada birlikte bizimle oldunuz. Teşekkür ederiz, vakit en değerli şey. Bugün lansmandan öte yeni bir yolculuğun başlangıcını kutluyoruz.
Biz size çok fazla böyle çok sıkıcı sunumlar getirmedik. Sizin Evet. değerli vakit başlayalım. Bu evet. Her zaman bronzluk manyağıydım ben bu arada. Burada isə Eda xanımın uşaqlıqdan bəri olan şəkilləri verilirdi və özü də bildirirdi ki, mən uşaqlıqdan bəri bronzerlaşmağı çox sevirəm və o vaxtdan bunun üzərində çalışaraq 10 il çəkib ki, bu brendi çıxardı. Bu etiket isə Burn to Bronze isə dünyaca məşhur etiketdir və belə tanınır artıq. Koku yarattık. Kokusu da çok güzel. Pırıltısı da yerinde. Onun da pırıltısıyla bayağı uğraştım ben. 6-7 aydan sürdü. daha da özellikle gold'u da ifade eden çok ayrı. Parfümleri nasıl daha iyi bir hale getirebiliriz diye düşündük. Ve sizlere bon parfümleri yarattık, çıkarttık. Bu kok, yani özellikle parfüm kısmına girdiğimizde Eda Hanım sağ olsun bize çok destek oldu. Kendi Fransız parfümler arkadaşları ile bayağı bir iletişim kurdu. Aynen böyle bize yardımcı oldular içerik konusunda. Çünkü bildiğimiz bir şey değildi. Türkiye'de de denedik ama yeterli görmedik biz. Hani daha da iyi olsun, sizlere daha güzel bir şeyler sunalım diye. Bayağı bir yurt dışına gitti. Ondan sonra geldiler ve böyle oldular. Sonra çox şəkər Eda xanımın 95 yaşındakı nənəsi hansı ki at kılı fırçasını necə istifadə edir onu göstərirdi və bu anlarda bizimlə paylaşdılar. Məncə çox səmimi idi. To up and then from your feet and up to here for cellulite. Yeah. 1, 2, 3, always up. If you want to look like this when you're 90, you gotta brush. Bunu 90 yaşındayken çekmiştik. Yenisini çekelim. Değil mi? 95'te de görmek istersiniz. Aynen. Anneannemin bize hediyesidir bu fırça. Və qızlar, yeni məhsullar çıxardılar, hansı ki ənlik, bibik stiklər, highlighterlar, bronzerlar, bunlar da çox maraqlıdır. Standda deyəsən məncə bunlardan var idi. Birazdan keçib onları test edəcəm, görüm necədirlər. Və bitdi. İndi gəlirik bu hissəyə ki, orada təqdimat davam edəcək, ondan sonra isə yemək yeyəcəyik. Və mən Eda Taşpınarın bronzlaşdırıcı yağını çox bəyənirəm. İndi bura şəklini qoyacağam. Mən sırf hər yay dənizə gedəndə o məhsulu alıram. Onsuz da yəqin ki videolarımda bilməm paylaşmışam yoxsa yox. Amma Instagramda əminəm ki paylaşmışam. Çox bəyənirəm. Həqiqətən başarılıdır. Mən hələ bu qədər məhsul çıxartdıqlarını bilmirdim. Yəni bundan xəbərsiz idim. Burada xəbərim oldu. Hətta mən məsələn at kılı fırçasını istifadə edirdim. Mən burada öyrəndim ki üz üçün də masaj fırçası var imiş. Mütləq onu da alacağam və sınayacağam. İndi isə gedək yemək yeyək çünki çox acmışam. İndi isə sırf bu içkilərini götürəcəm ki, şəkil çəkdim çünki gözəl görünürlər, amma içməyəcəm. Deməli, burada tempura camembert yazılıb. Mini tovuq kebabları. Belə görünür. Burada isə pizzalar var. Burada belə. Çox qəşəng görünür, həqiqətən hər biri. Demək, gəldim, oturdum, özümə yemək götürdüm. Bayaq götürdüyüm ağ şarabı imiş deyəsən, nəsə içki idi. Ona görə özümə vişnə suyu götürdüm. Və burada da tanıdığım bir dənə pizzadır. Toyuq əti və mal ətidir. Belə bir salat gördüm. Bu nədir bilmirəm, bu nədir bilmirəm. Burada bir dənə göyərti salatı kimidir. Belə, indi də adlarına baxacağım. Birinci, bunu yoxlayacağım. Bunun için pendirdir. Üstü xəmir, içi pendir. Sonra böyle bir göstərdiyim salat vardı fərqli. Ona baxaq. Deyəsəm onun içində kabaçki də var. Bunu da bəyənmədim. İnsan həqiqətən gərək öz bildiyini götürsün. Ona görə toyuq ətindən davam edəcəm. Böyle tomata yapıyorum. Belə tədbirlərə gələndə həmişə səbuyunu düşünürəm. Deyirəm ki, kaş onu da özümdən bura gətirə bilsəydim. Həm səbuyunu, həm adeli. Əminəm ki, onlar burada olsaydı çox əylənərdik. İndi sadəcə tək oturmuşam və bir şeylər yeyirəm. O qədər adam var ki, içərdə. Hərəkət etməyə yer yoxdur.
Ona görə də bir də keçib oradan yeyə biləcəyim bir şey götürə bilməyəcəm. Təəssüf ki. Sizsəniz ki, kimlər var? Mən burada tanınmış, yəni makroblogerlərdən gördüm, yəni daha tanınmışlardan. Aysin Nasir buradaydı, Emil Qaciyev buradaydı, sonra Saməddinin yoldaşı buradaydı, adı yadım Günel buradaydı, Şərqiyə xanım buradaydı, sonra Sənibər buradaydı adaşım. Hətta Sənibər xanım bəyə buradaydı, deyirsən gələcəkdi yanıma, yəqin ki gələr. Başqa gördükcə yadıma düşür. Bu tədbirdə də, mənim tədbirində olduğu kimi, həm mağaza müdürləri, mağaza işçiləri, məsələn, Dəfnə Cosmetics mən çox bəyənirəm, onun əməkdaşları buradadır, çatıcıları. Sonra TikTokda bir dənə qız tanınmışdı, o da buradadır. Yəni, demək olar ki, məncə 100-dən çox, hətta 200-ə yaxın qonaqları var. Həqiqətən, məncə bu qədər insanı ağırlamaq böyük bir şeydir. Sonra belə bir şey gördüm. Bunun üstü sadece deyəsən pomidordu və çörək, biraz da barbekü. Çok pis. Pizzaları dadlıdır, bəyəndim. Suyum bitir. Keşke biri mənə su gətirsə də, yəni ora baxın bir dənə, görün nə qədər adam var. Yəni içəri keçmək mümkün deyil. Mən də bilsəm bura bir rəfiqəmlə gələrdim ya da kimlənsə danışardım ki, mənim də qəşəng şəkillərimi çəksin. Çünki indi gün batır və bura o qədər gözəl görünür ki. Burada isə Eda xanımla şəkillər çəkilir. Mən də çəkdirdim. Deməli, tədbirdə danışılarkən bütün məhsullar haqqında məlumat verildi, amma mən ümumi belə demək istəyirəm ki, mənim istifadə etdiyim atkılı fırçası budur, çox gözəldir həqiqətən. Bunu öyrəndim ki, burada tədbirdə atkılı fırçasını istifadə etdikdən sonra üstünə tətbiq eləyirsiniz. Bu cilt baxım yağıdır. Sonra, məsələn, mən bunu almaq istəyirəm. Bayaq sizə də dedim ki, üz üçün olan fırçasıdır bu. Həm masaj eləyir, həm də ki, belə, yəni üzünüzü daha yuxarıya doğru tarayır. Sonra belə 6 ədəd belə üz maskaları var. Bunlar da çox qəşəng görürlər. Qablaşdırılmaları ümumiyyətlə çox gözəldir bunların. Mənim istifadə elədiyim yağ budur. Eda Taşpınarın bronzlaşdırıcı yağı. Bir belə növü var. Bir dənə də belə içərisində SPF-i olan, yəni ekstra həssas dəriləri olanlar bunu istifadə edir ki, tərkibində SPF olsun. Amma mən sırf bu növünü istifadə eləmişəm SPF-siz və mənim dərimi tahrik eləməyib. Məsələn, bu təzə çıxıb, hətta bildirdi ki, 10 il sonra çıxıb, hansı ki, yoğun işıqlı bronzlaşdırıcı geldir bu. Qablaşdırılması da ənfəsdir. Çox gözəl görünür, həqiqətən. Sonra, məsələn, bu parfümlər yeni çıxıbmış, mən indi gördüm. Bunlardan məsələn xəbərim yox idi. Bunlar parfüm mistlərdir, günəş kremləridir, fərqli-fərqli. Bunları isə görürsüz, həm dodaq, həm yanaq üçün istifadə olunan məhsullarıdır. Sonra hələ də burada, mən burada bu arada sizə bunu tanıdarkən, burada hələ də çəkiliş davam eləyir və burada gözləyirlər çəkmək üçün, qalanı çəklikdə hələ də yemək yeyir. Sən part 2 olacaq, hansı ki davam eləyəcək tədbir, onu gözləyirəm. Tədbirdə anlatıldı ki, bu bütün dünyada viral olub bunlar, bronz bomblar adlanır. Məncə qablaşdırılması çox gözəldir, hə qızlar. Bomba tərzində eləyiblər, yəni qablaşdırılmasını çox gözəl görünür. Bu növü isə kişilər üçün olan növüdür, bunu da yenə təqdimatda bildirdilər. Və bunların hər birinin də rənglərinə görə iyləri də dəyişir. Yəni hər birinin çox fərqli iyləri var. Yağ iyisi gəlir bundan. Bu sırf bronzlaşdırıcı yağ getməlidir. Bu arada dermatoloji olaraq da test edilib qeyd olunur. Bu hədiyyə vermə işi biraz çox qəribə oldu. Buradan alırlar bir-bir, buradan keçir və alanlar isə bu tərəfdən çıxır. Çox uzun dərəliş elədilər. Yaxşı olardı ki, gətirib belə özləri orada versəydilər, məncə daha yaxşı görünərdi. Kameramda arada özünü itirir. İndi isə gedirik, orada rəssam var imiş və rəssam bomb yağların üzərinə
adımızı yazacaqmış. Çox gözəldir. Mən rəssamları bilirsiniz də ayrı bir sevirəm. Ona görə də gedirəm indi ora. Bu tədbir o qədər qarşı olurdu ki, məsələn, orada hədiyyə verilərkən burada çarx çevrilib uduşlar olurdu. Məncə gözləyərdilər, hər kəs hədiyyəsini alardı sonra. Çünki məsələn, burada mənim adım çıxmış olsa belə mən burada yoxam və mənim heç nədən xəbərim olmadı demək olar ki, mən gələndə artıq yarış davam edirdi. Neysə, ondan sonra da gəldim burada, bombun üzərinə adımı yazdım. Məndən əvvəl bir xanım indi adını yazdırır. 2 dənə xanım var burada, hansı ki bunlar akrilik boyalardır və tez quruyurlar. Onunla sizin adınız üzərinə yazırlar. Bir tərəfdən də artıq tədbirdə çox az adam qalıb. Hər kəs demək olar ki, evinə gedir. İndi isə mənim adımı yazırlar. Həm də məncə bu rəssam işi deyil, normal, çünki ad yazırlar. Yəni mən elə bildim ki, burada belə bəzəkli, fərqli rəssamların əl işi olacaq. Amma elə olmadı. Sadə belə adımı qeyd elədilər. Tədbir 15:30 qeyd edilsə də saat 5-də başladı və hardasa 8-in yarısı bitdi. Biz də qızlarla oturduq, bir stəkan çay içəcəyik, sonra isə hamımız evimizə gedəcəyik. Və artıq yollanıram evə. Məni isə hardasa şəhərə qədər Sənubər dedi ki, mən maşınlanam, gəl sən də mənlə gedək, yol yoldaşı ol. Mən də dedim ki, təbii ki də olar. Çox yorğun idim, hədsiz dərəcədə. Çox dəhşət probka var, ona görə də metroya düşəcəm. Sonra taksidən davam edəcəm. Çünki yəni bu probkanı ən azı 1 saata gedib mən evə çataram. Çantamı da artıq bura qoymuşam, çünki ağırlıq eləyir və bu da olduqca ağırdır. Mən gəldim, adaya gedir. Deyəsən anasının qızı buna deyirlər. Baxın. Bugün makyajım çox xoşuma gəlmişdi, qəşəng görünürdü, parlayırdı. Gözümün üstünə sizə çəkmədiyim, amma o təzə Türkiyədən aldığım Evolution'un paletindəki zər istifadə etmişdim. Çox gözəl parlayırdı bu günləri. Arxanda dağınıqlığına fikir verməyin. Çox yorulmuşam və acından ölürəm. İnanın ki, tədbir o qədər uzaqda idi ki, Sibrizdə idi də. Bir dənə bu yaxın olsaydı çox yaxşı olardı. Amma yenə də çox gözəl bir tədbir idi. İstəyirəm ki, qoyduqları hədiyyəyə baxaq. Birinci qablaşdırması çox gözəldir. Biraz daşımağı ağır idi. Amma qablaşdırması həqiqətən gözəldir. İndi isə içinə baxacağıq. Deməli, içərisindən belə bir kart çıxır. Bu kartda yəqin ki, içində məhsullar haqqında məlumatlardır ki, orada onsuz tədbirdə danışdılar. Yenə də belə qoyublar. Ay, içində qəşəng məhsullar var. Bunu mən onsuz da bildirmişdim ki, istifadə edirəm. Bronzlaşdırıcı yağ. Çox gözəl oldu. Məndə bitmişdi. Hazır. Sonra bu necə gözəl parlayır. Gəlin buna baxaq. Çıxarda bilsəm. Baxın belə. Altın ışıltılı vücut yağı. Məncə bu dənizdə zaqardan sonra vurulur. Belə axşamlar çox gözəl parlayır həqiqətən. Sonra orada üzərinə belə adlarımız yazılırdı. Bunu onsuz orada göstərmişdim. Sonra bu məsələn yeni çıxıb. Həm dodaq, həm yanaq üçün olan stik. Səhv etmirəmsə. Görürsünüz, belə qəşəng də rəngi var. Baxın. Ay, bunun rənginin gözəlliyinə baxın. Bir dənə həm parıldayır, həm də şaftalı tonlarındadır. Həm dodağa, həm yanağa istifadə etmək olur. Çox bəyəndim. Sonra bu bədən mistidir. Bunun məndə fərqli növü var. Bir dənə də belə. Videoda dedim ki, bunu almaq istəyirəm. Elə bunu da hədiyyə qoyublar. Hansı ki, bu üz fırçasıdır. Baxın belə. Burası həqiqi at qılından olan belə fırçadır. Məndə bunun bədən üçün var. Bu da üz üçündür. Çox bəyəndim. Fərqli bir görünüşü var. Bunu da istifadə edəcəm. Ümumiyyətlə, içərisində çox gözəl məhsullar qoyublar. Hər biri üçün çox təşəkkür edirəm. Gəlmişəm qızlar, makyajımı birlikdə çıxardaq. Çıxarmışkən də səbit edəyəm. Pijamamın tatlılığına baxın qızlar. Çox bəyənəm də, çox gözəldir. İndi birinci makyajımı siləcəm. Və sizlərkən də istəyirəm ki, sizinlə söhbət də edeyim bugünkü tədbir haqqında. Çünki tədbir məni həqiqi mənada şoka salıb qızlar. Tədbirdə çox adam var idi. Yəni mən bu qədər adam gözləmirdim. Plus ki... Ay, bu saç hardadır? Və plus ki, mən bilmirdim ki, yanında yəni
bir adam aparmaq olar. Yəni mən bunu bilsəydim, mən də tək getməzdim. Tək getməməyimin səbəbi sadəcə videoları çəkmək üçün, yəni deyirəm. Çünki orada yanında gətirdikləri insanlar, danışa bilmədim. Orada gətirdikləri insanlar həqiqətən də niyə gəldiklərini bilmirdilər. İndi başa saldım ki, nə demək istəyirəm. Deməli, məsələn, bir bloger gəlib yanında 200 nəfər gətirib ki, bu mənim Reels Maker'ımdır, bu mənim podruqamdır falan filan. Okey. Bəlkə də mən bilmirəm, gətirmək olar. Amma gətirmisən, bu o demək deyil ki, ora sənin, məsələn, Reels Maker'ın gəlibsə, o da hədiyyədən götürülməlidir. Bu halda nəyə görə olmaz? Çünki ora blogerlərin sayı dəvət olaraq çağırırlar və o dəvətə görə bir bağlama hazırlanır da, belə deyim. O bağlamada sayı olur. Yəni blogerlər üçün nəzərdə tutulub ki, bu markalar məsələn blogerlər niyə çağırır? Çünki blogerlər videolar çəkirlər, onun məhsulları ilə əziyyət çəkirlər, vaxt itirirlər, bir işlər görürlər və buna görə çağırırlar ki, əməkdaşlıqları daim olsun və bunun qarşılığında da onlara belə boks verirlər ki, içində məhsullar, yeni çıxan məhsullar test edib yenə video çəksinlər deyə. Sözümün canı nədir? Sözümün canı odur ki, və ora qızlar gəlib, məsələn, boksları 3-3 götürürdülər. Bu düzgün bir şey deyil. Çünki orada mən neçə dənə blogeri gördüm ki, əli boş qayıtmaq məcburiyyətində qaldılar. Bəlkə də marka sonra onları göndərəcəklər. Amma ki, nəyə görə əli boş getməli idilər ki? Düz demirəm. Bu düzgün bir şey deyil. Yəni, bir bloger 3 hədiyyə götürürdü. 3 eyni hədiyyədə, yəni bu hədiyyə sənə ayrılıb. Bunlar da digərində, yəni 60 qonağın varsa 60 dənə boks hazırlanıb ki, hər blogeri bir dənə. Yəni mən anlayamadım. Olmaz, düzgün deyil. Şimdi üzümü yiyorum. Devam edeceğim. Neyi bəyənmədim? Deməli, bundan başqa da orada, məsələn, yemək standında hamı bir-birinə əzirdi. Yəni mən belə şey gözləmirdim həqiqətən. Çünki bundan əvvəlki tədbirə də sizə aparmışdım və orada məncə özünüz də gördünüz ki, insanlar sırayla keçirlər ki, belə olmalıdır. Hamı sırayla quyruğa girməlidir və elə götürməlidir yeməklərini. Burada yəni məni itələdilər, o tərəfə basdılar, bu tərəfə basdılar. Yəni bu çox ayıb bir şeydir. Yəni görməmiş deyim, pis çıxar. Yəni belə idi də, yəni gördüyüm buydu. Başqa bir söz tapa bilmirəm. Çünki yəni qaçmırıq da, hamımız oradayıq, hamı da yeyəcək. Düzdür, bəzi qızlar tipi buralarına görə qablarını elə doldururdular ki, mən şokdaydım ki, buna görə necə yeyəcək. Sonra bəzi blogerlər var idi ki, mən səmimiyyətini, Instagramda çox səmimi idilər. Orada çox belə itici idilər. Yəni kamerada özlərini elə göstərmişdilər ki, çox dəhşət səmimi idilər mənə görə. Amma ora gələndə mən başa düşdüm ki, yəni özlərini elə apardılar ki, mən belə şok oldum. Mən heç gözləmirdim. Qızlar, bugün tədbirdə çox şoklar yaşadım həqiqətən. Niyə belə oldu? Özüm də bilmədim. İndi üzümü bu arada enzim pudrayla dərindən təmizləyirəm. Bugün biraz ağır makyaj eləmişdim. Estaladarın tonal kremini vurmuşdum və ona görə də çox belə ağır idi biz makyajım. Bunu təmizləyim. Qaydarkən isə sağ olsun Sənubər məni ötürdü. O qaynanasına video çəkən xanım var, mənim adaşım Sənubər. O dedi ki, elə mən şəhər tərəfə gedirəm, səni də apararam. Dedim ki, nə gözəl. Dedim, yolun üstündə onda düşərəm. Mən oradan taksi ilə davam edərəm. Çünki həqiqətən çox uzaqdaydı. Yəni, düşünün, oradan bizim evə 25 manat yazırdı. Çox uzaqdaydı tədbir. Yaxşı olar ki, əslində belə tədbirlər yaxın yerlərdə olsun. Bir yerdən sonra isə orada hava o qədər soyudu ki, yəni çox soyuq oldu. Çox şüri dəniz kənarıdır. Bu arada, yəqin ki, tədbir orada ona görə keçirilirdi ki, məhsullar bronzlaşdırıcı məhsullar idi və dəniz kənarında olmasını istəyiblər yəqin ki, təşkilatçılar. Belə qəşəng keçdi tədbir ümumi belə baxanda, sadəcə insanın bəzilərinin. Amma çox qəşəng şeylər də oldu. Məsələn, qızlar vardı ki, o qədər gözəl geyinmişdilər ki, çox xoşuma gəlmişdi. Tam belə dəniz kənarı vibe vermim. Mən də o qədər geyindim, soyundum. Axırda elə ekstra brenddən aldıqlarımı geyinib getdim. Çünki heç həmin gün Adel çox narahat idi. Vaxtım olmadı ki, mən biraz kombin edeyim. Ona görə dedim ki, elə bunlar da pis deyil. Geyindim, getdim. Ümid edirəm ki, bəyəndiniz. Məhsullar da ki, o qədər gözəldir ki, çox bəyəndim. Sizə göstərdim. Mən
elə deyirdim ki, bunları alacağam. Həmin məhsullara hədiyyə qoyublar. Çox şəkərdirlər. Bugün belə təzə əslində bir marka sınayıram. Onu eləmədim üzümə. Çünki biraz o üzümü ağırdı. Dedim ki, bugün ağır makyaj eləmişəm. Üzümə yaxşı gələcək məhsulları bugün istifadə edeyim ki, dərim biraz dinlənsin. Ona görə də bildiyim markalardan gedirəm. Yəni yeni bir şey sınamadım. Bunları da olsa sizinlə tez-tez paylaşıram nə olduğunu. Görürsünüz də bu parlaqlığı verən Mizonda çox gözəldir. Bu da o qədər bərəkətli məhsuldur ki, istifadə edirəm, bitmir. Düzdür, bitməyini istəmirəm çünki gözəldir. Amma yeni o qədər istifadə edib sınamalı olduğum kremlər var ki, onları sınamam üçün bunların bitməyi lazımdır. Amma çox bərəkətlidir. Mən qabına baxanda demişdim tez bitəcək. Amma üzü o qədər gözəl nəmləndirir ki, tez də bitmir. Başqa videolarda görüşənədək kanala abunə olmağı, videoları bəyənməyi unutmayın.